Herkese salam. Türkiye vloguma hoş gelmişsiniz her biriniz. Hal-hazırda Ankara'ya enirik. Orada maşın kiralaymışıq. Yani onun yanına gideceğiz. Burada artık maşını götürdük. Orada fotolarını falan çektiler. Oralarını hiç çekmemişim. Bu arada biz Kayseri'ye geldik. Buradan bir neçə şəhərə də gedəcəyik maşınla. Bayaq gördüyünüz kız kardeşim kızıydı. Onu o kadar çok sevirəm. Siz de mi kardeşiniz kızlarını benim kadar çok istiyorsunuz? Biraz biz geç saatlarda çatdık. Biraz dincəldik falan. Daha sonra şəhərə çıxdıq. Orada da biraz gəzdik. Çarşıya falan gittik. Qızıl bazarına da gittik bu arada. Daha sonra size kaldığım otağı göstereceğim indi. Şimdi hal-hazırda Kayseri'deyim. Kardeşimle olan yere gelmişim. Bakın bu şekilde böyle bir salonu var. Oturma yerleri. Böyle bir balkonu var. Şimdi çekeceğim. Böyle bir mətbəx var. Yatak otağı. Süt qəribə olsa da videolar məndə az olduğu üçün belə yığmağa mecburam. Buradan hazırlaşdıq və ad gününə getdik. Bugün əslində papamın ad günüydü və əslində 29'da İncişkanın ad günü olduğu üçün birləşdirmişdik. Burada artıq sağlıqlar falan deyilir. Allah seni başımızdan eksik eləməsin. Ailemizin üstünde gölgen olsun. Belə fırlandı baba. Oy oy oy. Güzel. Oh. Burada artık tortumuz gelir ve papamgil tortlarını belə sevirlər. Biz onları təbrik edirik. En çok da tabii ki de İncişka sevinir. İnci tam bir babacıl insandı. Yani babasını hepsi çok istəyir. Hatta papam İnci üçün gəlib Kayseri, onu da deyə bilərəm. Bu mən. Saat 12'dir və biz küçələrdəyik. Yeni bir şehir olduğu için da böyle bütün arası 11'de falan bağlanır. Hatta marketler bile yoktu. 24 saat açık market tapabiliriz. Mesela eczaneler falan bağlıdır. Biz künefe yemək istədiyi için böyle etrafta yer axtarırıq. Yeməyə inşallah taparıq. Tuttu. Bakın yani 16 milyon insanın karşısında. Çok artık künefe yanında bakın bu kadar şeyi ikram elədilər. Yani çok güzel bir kim erini itiripse burada tapabilir. Hayır. Ay İnci güzelsen İnci. Kıyafetlerin yani gece geç saatlere kadar küçelerde gezdik. Daha sonra səhərsi gün biz Mersin'e çıxmalıydıq. Böyle yolda kafe falan alarak gedirik. Bu da yoldaşım. Diqqətlə maşın sürür. Daha sonra böyle uzun yollar. Hatta Kayseri'den Mersin'e 5 saat maşın yolu var bu arada. Az değildim. Bayağı da bir yol getdik. Hardasa buralarda çatmışıq məncə. Bəli çatdıq. Bizim qaldığımız, biz ev tutmuşduq. Qaldığımız evdən dənizə hardasa 4-5 dəqiqəlik məsafə var idi. Buna Qız Kulesinə də gəldik. Qız Kulesi çox qəşəng idi. Hətta belə gəmi tur elədik. Onun ətrafında fırlanır gəmi. Çox qəşəng idi. Tövsiyə edə biləcəyim yerlərdəndir. Yəni bizim ümumiyyətlə qaldığımız yer düz Qız Kulesinin yanıydı. Yəni ona görə tez-tez gedib gələ bilirdik dənizə. Orada hardasa 2 gün qaldıq biz. Çox bəyəndim. Yəni həm belə hava da çox qəşəng idi, çox isti deyildi. İsti olsa məncə aşırı isti olacaqdı. Belə gəzdik gəmidə. Burada dəniz anası da gördüm. Gördüğünüz gibi çekmişim hatta. Bir tane kafede içtik. Sonra daha sonra gəmidən indikdən sonra içdik. Burada hədsiz balıq restoranı var idi. Biz balıq yemədik. Biz getdik, tantuni yedik. Mersin tantunini belə deyim də vətəni olduğu üçün həqiqətən dadlı. Qız Kulesinin gece görüntüsünü de size gösterdim. Gezdirəm uşaq. Akşam bir xeyli gəzdikdən sonra artıq qayıtdıq evə. Dincəldik. Səhərsi isə kahvaltı yeri axtardıq. Qardaşımın tanıdığı bir yer var idi. Ora getdim. Həqiqətən qəşəng idi kahvaltısı da. Burada əylənə, gülər, danışa. İncişka ilə də əlbəttə ki oynadıq. Mənzərəsi möhtəşəm idi. Bu arada burada hədsiz kahvaltıcılar çoxdur. Çeşit boluydu, dadlıydı her şey. Çok beğendim. Burada ise size mənzərəni gösteririm. Həqiqətən mənzərəsi
Möhtəşəm idi. Cənnət və Cəhənnəmi eşitmişdiniz. Bəli, bəli. Mən də araşdırdım və belə bir yerin olduğunu öyrəndim. Bura gəlib görmək istədim. Bura girdik. İlk burada Cəhənnəmə getmək tövsiyə olunur. Yəni sonra qalxırıq belə bir yolla. Bebeler mi? Sizə göstərdiyim yoldan cəhənnəmə qalxılır və cəhənnəmin içəri hissəsinə giriş qadağandır. Belə aynalarla yol düzülüb, oradan aşağını görə bilirsiniz. Çox qorxulu idi, çox vahiməli idi. Amma baxdım, bura isə ora cənnət olan hissə idi. Oraya çəkməmişəm aşağı düşdüyümüz hissəni. Çox, yəni uzun bir pilləkənlərlə düşülür aşağı. Ora düşdüm və liftlə də yuxarı qalxdım. Bu hissə Məryəm ana kilsəsi olan hissə idi. Çox qəşəng bir kilsə idi həqiqətən. Bu lifti görəndə az qal ürəyim gedəcəkdi, amma özüm yaxşı saxladım. Burada qalxırıq, içəri həqiqətən qəşəng idi. Cənnət isə çox qəşəng idi, çox uzun gedirdi, amma mən getmədim. Bizim kofe ikramlarımız qalmışdı. Kahvaltı elədiyimiz yerdə qayıtdıq, onu içdik bu mənzərəyə. Daha sonra isə oradan çıxırıq və Nova City gedirik. O Ərdəbildə yerləşir. Getdik biraz dükanlara falan baxmalıydıq, baxdıq. Biraz İnci babası ilə də oturdu, söhbət elədi. Daha sonra kofe falan biraz oturduq, içdik. Həm də qardaşım biraz işləməli idi, onu gözlədik. Məscidin gözəlliyinə, o qədər gözəl məscidlər var ki, heyran qaldım da. Belə bir restorana gəlirik balıq yemək üçün. Yəni mənzərəsinə baxın. Həqiqətən insanın iştahı açılırdı burada. Düzdür, çox gəzirdi, amma yemək də yeyirdik. Kilolar da alıyorduk. Belə kalamar falan da zakaz vermişdi. Aşırı dadlıydı. Balığına söz ola bilməzdi yəni. Belə Carrefour'a gəldik. Dedim mesela bu dadlarına baxmaq istəyirdim. Bunlardan aldım. Baxacağım. Buradan isə Mersin'də qaldığımız evin mənzərəsini göstərirəm. Çox qəşəng idi, çox gözəl 2 gün keçirdik burada biz. Səhəri isə Nevşehirə doğru yola düşdük. Orada yolumuz hardasa 3 saat falan olduğu üçün belə yolda belə dayanacaqlar var idi. Oradan kofe falan aldıq və belə hardasa demək olar ki çatmışıq. Burada 3 saat artıq. Ümumiyyətlə turistlərin falan ən çox getdiyi 4 şəhər var. Görəməm, Avanos, Ürgüp və 3 sardı. Burada 3 sarı idi. Orada video falan çəkdim. Bizim otelimiz isə Görəmədə idi. Görəmədə çox qəşəng yerdə idi otel. Həqiqətən bu ətrafı sizə göstərirəm. Otelin mənzərəsi möhtəşəm. Ümumiyyətlə burada mağara tipli otellər çox belə məşhurdur. Həm o tipdədir də, yəni ora getsəz bunu nəzərə alın. Otelimizin otağını sizə göstərim. Bu şəkildə idi. Çox qəşəng idi. Belə özümü daş evdə hiss eləyirdim. Çox qəşəngdir. Həm də çox qəşəng sərin idi. Daha sonra yeməyə getdik. Belə yeməklərimiz gəldi. Onları yedik. Oradan piyada belə gəldik. Gəzilməli yerlərinə, burada dəvələrə baxdıq. Daha sonra burada çoxlu dekor yerləri var idi. Yəni hədiyyəliklər. O qədər qəşəng idi hər şey. Orada da oturduq, bir kofe falan içdik. Daha sonra hazırlaşdım çünki axşam olmuşdu və gedəcəkdik, yerlərdə oturacaqdıq. Bu şəkildə hazırlaşdım. Biraz videolar falan çəkdim. Axşamı da çox qəşəng idi. Gəldiyimizdən şirniyyatla çay içməyə içdik. Daha sonra onları yola saldım çünki İncişqa yatmalıydı. Papam gelin yanına gəldi. Gördüm ki onlar çox gözəl əylənirlər. Onlara uyum sağlamaya çalışdım, belə deyim. Oradan çıxdıq, bu restoranın belə həyəti idi. Çox qəşəng idi, dizaynı falan ürəyim getdi. Yenə dekorativ bir neçə şey almalıydım deyə bura girdim, buradan aldım. Daha sonra 4-də oyandım. Niyə deyə sorsanız, balonlar 4-də qalxdıqları üçün o vaxt oyanmalıydıq. Çox qəşəng idilər, həqiqətən o qədər istəyirdim və reallaşmağına ürəyimcə oldu. Tez oyanmaq bizi yorarmı? Əsla. Daha sonra səhər yeməyinə gəldik. Qəşəng idi, dadlı idi hər şey, bəyəndik. Buradan çıxdıq, hazırlaşdıq. Belə kombinimi göstərmək istəyirəm. Sadəcə mən bütün hər şeyi düzünə çəkdiyim üçün burada biraz əziyyət çəkirəm. Ürgüpə gəldik. Bu mamamla papamdır, gördüyünüz kimi. Burada yeraltı ev var. O qədər qəşəng idi ki, yaxşı ki ora girdim deyirəm. Hər şey o qədər gözəl idi.
burada sizin için hər şeyi detallı çəkməyə çalışmışam. Əslində onun üçün ayrıca da video çəkə bilərəm. Əlimdə o qədər material var, yəni. Bəlkə elə eləyərəm. Burada az qoyuram ona görə. Hə, o qədər gözəl idi buralar. Ürəyimiz getdi. Daha sonra oturduq, biraz söhbət elədik. Bir şeylər içdik. Bəli, limonata, nar suyu falan var idi. İçdik. Oradan belə dekorativ yerlərə baxa-baxa gəldik Asmalı Konak olan hissəyə. Orada da çox qəşəng idi. Oranın memarisi falan çox qəşəngdir. Yəni düzü Asmalı Konağın içərisinə girə bilmədik. Artıq hotel olub bildiyim qədərilə ona görə buraxmırlar içəri hissəsinə. Daha sonra gəldik Nevşehrin ən qədim şəhərlərindən olan Avanos'a. Avanos'da Türkiyənin ən uzun çaylarından biri var. Hatta Qızılırmaqdır. Buradan belə bir körpü ilə biz belə deyim turistlik olan hissəyə gedirik. Orada çox qəşəng belə saxsı qablar falan, həm də Avanos saxsı qablarıyla da məşhurdur bu arada. Çox qəşəng saxsı qabları var idi. Çox qəşəng əl işlərindən hazırlanmış yıl qablar var idi. Yəni bayıldım. Belə bir içəridə belə bir bazar var idi. Orada gəzdik. Hər cür hədiyyəlik əşyalar tapmaq mümkün idi. Yəni heyran qaldım da, hər tərəfi çox gözəl idi. Bu dəfəki vloqum bu qədər idi. Yeni vloqlarda görüşənədək inşallah bəyənmiş olarsınız. Hələlik.